Bəs niyə effekt vermir bu namaz? Bu qılınan namazların təsiri niyə yoxdur? Niyə yoxdur axı? Niyə işləmir namaz? Nəticə nədir? Bu qədər namazın nəticəsi nədir? Heç nə. Heç nə. Çəkinmədən deyirəm ki, heç nə. Niyə namaz işləmir? Niyə oruc işləmir? Niyə həcc işləmir? Çünki vilayət yoxdur. Həmin Allah vəlisinin imaməti tanınmayıb, qəbul edilməyib. Dərhal deyə bilərsiniz ki, bəs bəziləri qəbul edir axı. Vilayəti qəbul edir, imaməti qəbul edir. Onların bəs axı vəziyyəti öbürlərdən o qədər də fərqlənmir. Mənim cavabım budur ki, yox, qəbul eləmir. Qəbul eləmək bilirsiniz nədir? Qəbul eləmək onu tanıyıb yerində oturtmaqdır, dünyanın ixtiyarını ona verməkdir. Qəbul eləmək buna deyilir. Qəbul eləyir kağız üzərində, yox, qəbul eləmək. O zaman deyərəm ki, qəbul eləyir ki, onu gətirir, işinin, dünyanın ixtiyarını verir ona, zuhur deyir, imam zuhur eləyəcək. Bu, onda qəbul eləyir, onda başa düşüləcək.